Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. Bir daha sizi xoş gördük İslam tarixi verilişində. Bugünkü verilişimizdə də yenə də birinci hicrətdə, birinci hicrət hadisəsində baş vermiş hadisələrin bəzilərinə işarə edəcək. Əlbəttə biz keçən dərsimiz hökmdarla, Həbəşə hökmdarıyla Cəfər ibn Əbu Talibin dialoqunda qalmışdıq. Qureyş müşriklərinin nümayəndəsi Həbəşistana gələn zaman müsəlmanlar haqqında mənfi düşüncə formalaşdırılmışdılar. Əlbəttə dediyim kimi ilk olaraq sarayın vəzir vəkillərindən görüşmüşdülər, dövlət adamlarıyla görüşmüşdülər və müsəlmanlar haqqında mənfi düşüncəni onlarda formalaşdırmışdılar. Amma bildiyiniz kimi Həbəşistan hökmdarı müsəlmanları təhvil verməkdən boyun qaçırır və şəxsi olaraq özü bu məsələni araşdırmağa başlayır. Yəni özü deyir ki, mən bu məsələni yaxından izləyəcəm və araşdıracağam. Siz dediyiniz kimi olsa sizə təhvil verəcəm. Yox, siz dediyiniz kimi olmasa müsəlmanlar mənim himayəmdə yaşayacaq. Mən onlara himayəmi daha da artıracağam. Deməli müsəlmanları gətirirlər və saraya söz verilir nümayəndə olaraq, müsəlmanlar tərəfindən nümayəndə olaraq söz Cəfər ibn Əbu Talibə verilir və Cəfər ibn Əbu Talib müsəlmanların adından danışmağa başlayır. Əlbəttə Həbəşə hökmdarı ilk olaraq bunu soruşur ondan ki, nəyə görə ata-babalarınızın dinindən əl çəkib, nə bizim, nə də öz əcdadlarımızın dini ilə uyğun gəlməyən yeni bir dinə iman gətirmisiniz. Çünki Qureyş nümayəndələri onlara belə çatdırmışdılar. Və Cəfər Təyyar, Cəfər ibn Əbu Talib Həbəşə kralının, daha doğrusu Həbəşə hökmdarının, hakiminin suallarına bu cür cavab verir. Çox maraqlıdır bu verilən cavab. Əsasən baxırsan ki, ictimai ədalətə söykənir. Yəni məsələn burada hər hansı belə deyək, söhbətin motivi əsas burada söhbət ictimai ədalətdən gedir. Yəni burada məsələn düzdür, orada zəkat bizə şəri qazancımızın şəri cəhətdən məsələn vergisini vermərik, ona işarə ilə namaz qılıb oruç tutmaq məsələsinə işarə olur. Amma ümumilikdə söhbət ictimai məsələlərdən gedir, ictimai ədalətdən gedir. Və görünür ki, Cəfər Təyyar belə deyək, bildiyimizdən də artıq çox ağıllı və zirək adam olmuşdu. Cəfər ibn Əbu Talib onun cavabında belə deyir. Biz bir dəstə cahil və bütpərəst insanlar idik. İlk olaraq, məsələn, bu əqidəsini ortaya qoyur ki, bəli, biz cahil idik. Niyə? Çünki bütpərəst idik. Yəni bütpərəstliyə dinimiz bütpərəstlik olduğu üçün, bütlərə sitayiş elədiyimiz üçün, pərəstiş etdiyimiz üçün biz bir cahil qövm sayılırdıq. Heç bir çirkinlikdən çəkinmir. Yəni bu bütpərəstliyin bizə verdiyi azadlıqdır. Heç bir çirkinlikdən də çəkinmirdik. Pis işlər görürdük. Hansı pis işləri görürdülər? Qonşuların haqqını gözləmirdik. Zəif güclünün əsiri olmuşdu. Bəli, bu ərəb o dövrdə, cahiliyyət dövründə ərəblərin, məxsusən də Qureyşin yaşam tərzi idi. Yəni bu danılmaz bir fakt idi. Və qohum əqrabə ilə vuruşurduq. Hətta qohum əqrabə ilə belə vuruşurduq. Günlərimizi belə keçirdiyimiz bir vaxtda aramızdan paklığı, düzgünlüyü ilə tanınmış bir nəfər çıxıb Allahın əmri ilə bizi təkallığa dəvət etdi. Yəni bütpərəstlikdən fərqli olaraq ki, biz çirkabın içində idik, amma bu tək Allahın əmri ilə bizi paklığa və düzgünlüyə dəvət edir. O bizə əmanətdar olmağı, mühüm məsələdir, pislikdən çəkinməyi, qohum əqraba, qonşulara xoş münasibət bəsləməyi, haqsız yerə qan tökməməyi, qanunsuz işlər görməməyi, yalan şahidlik etməməyi, yetimlərin malına xəyanət etməməyi, yəni yetimlərin malına
göz tikməməyi öyrətdi, əmr etdi. Qadınları əxlaqsız işlərdə ittiham etməməyi tövsiyə etdi, əmr etdi. Yəni bu o dövrdəki məsələn ciddi ictimai sosial problemlərdən biri idi ki, məsələn biz əvvəllər də buna işarə elədik. Qadın və Ərəbistan yarımadası, məxsusən Hicaz məntəqəsi və qadının mövqeyi, qadına baxış və sair məsələlərə aydınlıq gətirmişik. Bəli, çox maraqlıdır ki, indi gələn peyğəmbər bu şəxsiyyət, adı çəkilən şəxsiyyət, adından söz edilən şəxsiyyət fərqli bir düşüncə ilə gəlib. Bu bizim yaşadığımız həyat tərzinin tam əksi olan həyat tərzini bizə vəd verir və əmr edir. O bizə tapşırır ki, namaz qılıb oruç tutaq. Gəlirimizin şəri vergisini, xumus zəkatdan söhbət gedir, ödəyək. Biz ona iman gətirib tək olan Allaha ibadət etməyə başladıq. Bəli, onu gətirdik gözəl olduğu üçün, gətirdik din gözəl olduğu üçün və Allaha da ki, tək Allah olduğu üçün biz ona ibadət etməyə başladıq. Onun haram buyurduğunu haram, halal buyurduğunu isə halal bildik. Ancaq çox maraqlıdır ki, biz belə bir təmiz, gözəl həyatı seçdiyimizə baxmayaraq, ancaq Qureyş bizə qarşı çıxıb, imanımızdan əl çəkərək yenidən bütlərə sitayiş edək deyə gecə-gündüz bizə əzab verdilər. Bəli, biz pak yolu seçmişdik, ibadətlə məşğul idik və əqidəmiz gözəl əqidə idi, dinimiz gözəl din idi. Amma buna baxmayaraq, Qureyş bu məsələdə bizə zülm etməyə başladı və bizə əzab gecə-gündüz əzab əziyyət verməyə başladılar və işgəncə verməyə başladılar ki, yenidən biz o çirkin və aludə olmuş o dinə, bütpərəstliyə qayıdaq. Və gücümüz tükənənədək onların zülmünə dözdük. Bəli, baxmayaraq ki, onlar bizə zülm etdilər, bizi çox əziyyət etdilər və bizlərə çox işgəncə verdilər. Biz dinimizdən ki, dönmədik heç, amma buna biz illərlə dözdük. Öz dinimizi, imanımızı qorumaq naminə doğma yurdumuzdan, həyatımızdan, ev eşiyimizdən didərgin düşdük. Biz qoruduq, dözdük, amma artıq vəziyyət bir yerə çatdı ki, dözülməz oldu Qureyşin işgəncələri. Biz məcbur surətdə öz vətənimizdən, öz yurt yuvamızdan, öz ev eşiyimizdən, öz qohumlarımızdan uzaqlaşmaq məcburiyyətində qaldıq və ayrılmaq məcburiyyətində qaldıq və bu ölkəyə, sənin ölkənə köçmək məcburiyyətində qaldıq. Həbəşistan hökmdarının ədaləti bizi maqnit kimi bura çəkib gətirdi. Burada gəlməkdə, yəni bu ölkəni seçməkdə əsas amil isə, yəni demək istəyir ki, sənin ədalətindir. Sənin ədalətinə görə bura gəldik. Yəni sənin ədalətin bilirik ki, sən ədalətli şəxssən, sən ədalətli hökmdarsan. Məsələn, biz indi də sənin ədalətli qərar çıxaracağına tam əminik. Bu sözlər, məsələn, belə deyək, xülasə də olsa, ya məsələn, orada olan diyaloqun əsas mətni də olsa, əsas özəyi də olsa sizə çatdırırıq. Bu, Cəfər ibn Əbu Talibin Həbəşistan kralının qarşısında söylədiyi nitqdir. Və Həbəşistan kralı təbii ki, bu söhbətə, Həbəşistan hökmdarı bu söhbətə qulaq asır və qulaq asandan sonra Cəfər Təyyarın sözü o qədər təsir olur ki, nitqi o qədər təsir olur ki, Nacaşinin gözlərindən yaş gəlməyə başlayır, yəni təsir göstərir. Hətta Nacaşinin özü Cəfər ibn Əbu Talibdən Qurandan bir neçə ayə oxumağını istəyir. Bu hadisədən sonra, bu nitqdən sonra. Və Cəfər ibn Əbu Talib də Məryəm surəsindən bəzi ayələri oxumaqla İslamın həm Həzrəti Məryəm haqqında düşüncəsini və eyni zamanda Həzrəti İsa əleyhissalam haqqında olan düşüncəsini çatdırmış olur. Və
Cəfərin, məsələn, Cəfərin oxuduğu ayələrdən sonra demək olar ki, nəinki məsələn Həbəşistan hökmdarının özü təsir altına düşür, ağlamağa başlayır. Hətta məsələn orada yanında oturmuş din xadimləri də bu sözlərdən təsirlənir və göz yaşı axıtmağa başlayırlar və göz yaşları onların saçını, belə saqqalını, hətta qarşısında olan kitabları belə isladır. Bu hadisədən sonra artıq məsələn Cəfər ibn Əbu Talibin nitqindən sonra, söhbətindən sonra Nacaşi başlayır bu məsələn nitqə öz fikrini bildirməyə, müsəlmanların əqidəsinə öz fikrini bildirməyə və burada bir dənə söz deyir ki, yəni tarixi bir cümləni deyir ki, bunların peyğəmbərlərinin dedikləri ilə İsa'nın dedikləri eyni mənbədən qaynaqlanır. Mən qulaq astım, yəni ətrafında olan insanlara, vəzirlərinə, vəkillərinə, eyni zamanda din xadimlərinə. Yəni mən bunların söhbətlərinə qulaq astım, bunlara nazil olunmuş kitabın müqəddəs ayələrinə qulaq astım, bunların peyğəmbərlərinin fikirlərinə qulaq astım və görünür ki, bunların dedikləri, bunların peyğəmbərinə olunan vəhlər eyni İsa peyğəmbərə vəhy olunan vəhyə bənzəyir. İkisi də bir mənbəydən qaynaqlanır. Çıxın, gedin. Yəni onu özünü tutan nümayəndələrə deyir ki, çıxın, gedin. Mən heç vaxt bunları sizə təhvil verməyəcəm. Və mən bunları sizə təhvil verməyəcəm və sonradan ki, o artıq və əmr də verir ki, müsəlmanlar daha azad surətdə bu ölkədə yaşaya bilərlər. Heç kəsin də ixtiyarı yoxdur. Hər hansı bir müsəlmanlara, belə deyək, hər hansı bir əzab, əziyyət versin və onlara işgəncə versin və onları bu, məsələn, Həbəşistan məntəqəsindən uzaqlaşdırsın, ya Qureyş tayfasına təhvil versin, Qureyş tayfasının nümayəndələrinə təhvil versin. Qureyş nümayəndələri birinci görüşdə, təbii ki, bu görüş bir neçə dəfə təkrarlanır, bu ilk görüş idi Həbəşistan hökmdarından. Demək olar ki, Qureyş nümayəndələrinin birinci cəhdləri boşa gedir, boşa keçir daha doğrusu və hər hansı bir müsbət nəticəni əldə edə bilmirlər. Amma təəssüflər olsun ki, bununla kifayətlənmirlər Qureyş nümayəndələri, yenə də Həbəşistan kralı ilə görüşmək istəyirlər və buna da nail olurlar və inşallah o görüşə sonraki verilişimizdə işarə edəcəyik. Bəli, əziz dostlar, bugün də biz hicrət fonunda baş vermiş, ilk hicrət fonunda baş vermiş hadisələrə işarə etdik və eyni zamanda müsəlmanlarla Həbəşistan hökmdarının qarşılaşması və onların arasında baş verən dialoqa işarə etdik. Sağ olun, salamat qalın, gələn görüşlərədək.